Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizə söz yaradıcılığında bəzi lazım məqamları nizam edəcəm. Deməli, söz yaradıcılığı bölməsində biz sözün quruluşunu, tərkibini, şəkilçilərlə bağlı eyni köklü sözlər, sözün başlanğıc forması bu və digər mövzuları öyrəndik. Bugün mən sizə toxunacağım mövzulardan biri sözün başlanğıc forması olacaq. Sözün başlanğıc formasından verilən təriflər bir növ yarımçıqdır. Necə? Tam olmur. Biz sözün başlanğıc formasına belə bir tərif edirik ki, sonuncu leksik şəkilçi də daxil olmaqla qrammatika qədər olan sizə. Kitablarda yazır ki, qrammatika qədər olan sizə başlanğıc formu verir. Amma biz belə yazırıq ki, sonuncu leksik şəkilçi də daxil olmaqla qrammatik şəkilçiyə qədər olan sizə başlanğıc formu verir. Məsələn, biz buraya yazarıq ki, dəkimdən. Ev sözün kökü, dəki leksik, dən də bizim qrammatik. Bu sözün başlanğıc forması nədir? Ev qrammatik qədər hissə. Amma bizə bəzən nümunə gətirəcək. Yazacaq ki, məsələn, evimizdəkindən. Ev sözün kökü, imez qrammatik, dəki leksik, dən qrammatik. Bunu görəndə, deyəcək, kitab yazmışdı qrammatikə qədər, avtomatik sözün başlanğıc formasını götürürlər deyil. Ancaq burada biz nə dedik? Sonuncu leksik şəkilçi də daxil olmaqla qrammatikə qədər olan sizə. Deməli, burada sonuncu leksik şəkilçi nədir? Dəki. Bu sözün başlanğıc forması evimizdəkimiş. Və buradan bir qənaətə gəlirik ki, biz. Deməli, sözün başlanğıc formasının içərisində qrammatik şəkilçi də ola bilərmiş. Yəni, biz testlərdə bəzən yazır ki, qrammatik şəkilçi sözün başlanğıc formasına daxil ola bilər. Avtomatik hamı götürüb sən verir ki, axı biz deyirik qrammatikə qədər olan sizə. Amma söhbət nədir? Biz tərif edirik ki, sonuncu leksik şəkilçi daxil olmaqla biz bunu adətən, yəni bu kök leksik, qrammatikdən sonra gələn leksikdə çığdır, sızdır, girdi, dakıdır və l şəkilçi. Məsələn, atamlı günlər yadıma düşür. Atamlı günlər. Ata sözün kökü, m qrammatik, l leksik. Sözün başlanğıc forması atamlıdır. Və m da bizim qrammatik şəkilçi başlanğıc formaya daxil olur. Biz başlanğıc formasından sözün quruluşunu və s. digər məsələlərini, nitqsəlliyi, homonimliyini təyin edə bilərik. Deməli, davam edək. Biz başlanğıc formadan sonra bitişik samitdir. Bildiyimiz kimi bitişik samit nədir? Əgər söz saitlə bitərsə, məsəl üçün yazılır ata. Söz saitlə bitərsə, ona saitlə başlanan bir şəkilçi qoşulanda araya m, y, s bitişikçisi qoşulur. Məsələn, ata nə yönlük qoşulanda ata, ya. Bu oldu nə? M, y oldu bizim bitişik samitimiz. Və bitişik samitin funksiyası nədir? Söz əgər saitlə bitərsə, ona saitlə başlayan şəkilçi qoşulanda sözlə şəkilçi arasında bağlama vasitəsi yaradır. Məsələn, ataya, anaya, atası, anası, nənəsi, babası və s. bu tipli sözlərdə. Və bu bitişik samitin öz funksiyası, özünə aid olan funksiya nədir? Saitlə bitən sözlə, saitlə başlayan şəkilçi qoşulanda gəlsin onun arasında bitişik rol oynasın. Bəzən bizə testlərdə deyə bilər ki, hansı variantda və yaxud sözdə bitişik samit özünə aid olmayan funksiyanı yerinə yetirir. Bunun bildiyimiz kimi özünə aid funksiyası nədir? Saitlə bitəndə sait olsun. Özünə aid olmayan funksiya nədir? Saitlə bitən sözlə, samitlə başlayan şəkilçi arasında rol oynasın. Məsəl üçün, yazıram ondan. O saitlə bitir, dan da samitlə başlayır. N bitişikçisi burada nə oldu? Deməli, bizim özünə aid olmayan funksiyanın yerinə ondan, bundan və yaxud yazıram ki, düzənlikdəkindən. Düzənlikdəkindən. Burada bax, düzənlikdəki saitlə bitirdi, dən samitlə başlayan şəkilçidir. Burada n nə oldu? Bitişikdir. Deməli, əgər bizə desək ki, hansı nümunədə bitişik samit özünə aid olmayan funksiyanı yerinə yetirir, avtomatik bilməlisiniz ki, saitlə bitən sözlə samitlə başlayan şəkilçi arasında olmasıdır və bizim uşaqlar adətən k-yi əvəzlənməsi ilə y bitişiksin qarşısında. Məsələn, buraya yazılır ki, ataya və yaxud küləyə. Deyir ki, burada y bitişikisi var. Bunu tapmağın yolu sizə bilən, necə deyim, loru dilən deyəcəm. Həmin y bitişikisinin üzərinizə əlinizi qoyun. Əgər əvvəldəki sözün mənası varsa bitişikdir, əvvəldəki sözün mənası yoxsa
Kirli əvəzləməsi. Burada üzərinə əlimizi qoyuruq, ata. Sözün mənası varsa deməli y dişlisi var. Amma gəlin y-nin üzərindən x qoyaq. Olmasın, külə sözü yoxdur, çiçək sözü yoxdur, kəpənə sözü yoxdur deyə çiçəyə, çörəyə, küləyə, kəpənəyə sözlərində kirli əvəzlənməsi özünü göstərmiş olacaq. Daha sonra biz vacib məqamlardan biri olan eyni köklü sözlərdən danışmalıyıq. Eyni köklü sözlər proqramdan çıxarılmışdı, amma yenidən bizim proqrama əlavə oldu. Eyni köklü sözlər haqqında danışanda bilməliyik ki, eyni köklü sözlər kökləri eyni hissəsi olmalıdır. Eyni köklü deyilsə, bunların kökləri eyni hissəsi olmalıdır. İkinci, eyni köklü sözlər ya sadə ola bilməz, ya mürəkkəb ola bilməz. Eyni köklü sözlər yalnız düzəltmə olmalıdır. Eyni köklü sözlərin kökləri homonim ola bilməz, kökləri homonim ola bilməz. Məsəl üçün, biz buraya yazırıq gül, güllük, gülçü, güldürməkdir. Güldürmək. İndi baxaq. Biz nədir? Eyni köklü sözlərin kökləri yalnız eyni hissəsi olmalıdır, yalnız düzəltmə olmalıdır, kökləri homonim olmalı deyil. Təməl bu. Baxaq, gül sözünə, bu gül sadə sözdür, baxırıq. Güllük sözünün kökündəki gül isimdir, gülçü sözünün kökündəki gül ismidir, çünki lükdür, çürü adlara qoşulur. Güldürmək sözünün kökündəki dür nədir? Feillərə qoşulan şəkildə gül feil. Deməli, bu sözlərin hansılar eyni köküdür, hansılar bir-birinin eyni köküdür deyil. Gül sözü bu sözlərə münasibətdə heç bir eyni köklü deyil. Ona görə ki, bu söz sadədir, şərtimizi ödəmir. İkinci, güllük və gülçü bir-biri ilə eyni köklüdür. Ona görə ki, hər ikisinin kökü gül ismidir və düzəltmə sözüdür. Amma güldür sözlər bunlara münasibətdə eyni köklü deyil. Ona görə ki, bunun kökündəki gül feildir və bu güllə homonimdir və fərqli nitqçilərinə aid olduğuna görə sayılmaz. Və əzizlər, belə bir məsələ var. Testin şərtində deyir ki, eyni köklü sözlər müxtəlif nitq hissəsinə aid ola bilər. Eyni köklü sözlər müxtəlif nitq hissəsinə aid ola bilər. Görən kimi hamı deyir ki, biz deyirik kökləri eynidir. Eyni köklü sözlər nətər müxtəlif nitq hissəsi ola bilər? Belə bir anlayış var. Ancaq məsələ ondan ibarətdir ki, bizə demir ki, kökləri müxtəlif nitq hissəsi ola bilər. Deyir ki, eyni köklü sözlər müxtəlif hissəsinə aid ola bilər. Yəni bu artıq yaranıb. Bu eyni köklü sözlər bunun müxtəlif hissəsi edə bilər. Məsəl üçün, mən yazıram bura. Duzlu, duzlaq, duzlamaq, duzlamaq. Gəlin baxaq. Duzlu sözün kökü duzlu şəkilsi, kökü duz ismidir. Duzlar eyni qayda. Duzlamaq. Bu sözlər rahat deyə bilən eyni köküdür. Çünki hamısının kökü duz ismidir, düzəltmədir. Amma duzlamaq feildir, duzlu sifətdir, duzlar isimdir. Gördüyünüz gibi eyni köklü sözlər müxtəlif hissəsinə necə aid ola bilər? Yəni bunlar sizə hardakı testdə yazsa ki, eyni köklü sözlər müxtəlif nitq hissəsinə aid ola bilər, siz bir məna şəkildə düzgün qəbul edin. Çünki niyə? Demir kökləri müxtəlif nitq hissəsi olsun. Sənə deyil ki, bizə deyil ki, yaranandan sonra, yəni artıq bu eyni köklü necə yazın? Həmin məsələdir və sıralandırma başqa bir problemi yoxdur və bizim yoldaşlar ən çox düz və sıx sözündə problem yaşayırlar. Düz və sıx sözündə. Çünki bunu mən düzün 5 mənası, amma mütəlik geçiyor bizə 2 mənası. Biri düzün feil olması, bir sifət olması, sıxın da feil və sifət olmasına görə. Məsələn, burada yazır ki, düzgün, düzləş. Bura yazır, sıxıntı, sıxlıq. Uşaq gəlir deyir, mən nə bilim bunun kökündəki düzlər birbirine eyni köklüdür, yoxsa bu eyni köklü deyil, eyni köklü deyil. Bunun
məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, ümumilikdə 4 variantlı şəkilçilər qoşulur feillərə. Lıqnasız istisna olmaqla 2 variantlı şəkildə qoşulur adlara. Bu bir yol. Bu yolu qarışdırmaq olar, əzbər bilmək olmaz və s. Bir dənə rahat yol deyək. Onunla həmin şəkildən söz düzəldir. Gəlin, indi bax bu günlə, laşla söz düzəldir. Məsəl üçün, buradan düzəldirəm. Əzgin. Əz nəyə, kin nəyə qoşulur? Əzmək feilinə. Deməli, bu gün feillərə qoşulur. Buradakı düz feil. Gəlin, ləşdən söz düzəldir. Məsəl üçün, yazıram, yaxşılaşmaq. Yaxşılaşmaq. Deməli, laş nəyə qoşulur? Adlara, sifətə qoşulur. Buradakı düz kökü nəyə qoşulur? Sifət. Deməli, bu sözlər bir-birinə münasibətdə eyni kökü sayıla bilməz. Ona görə ki, sayıla bilməz, birinin kökü düz feil olur, birinin kökü düz sifət olur. Eyni zamanda bu gəlir sıxıntı üzərində özünü göstərir. Məsələn, sıxıntı ilə söz verək. Qırıntı. Qırmaq feilinə qoşuldu mu? Deməli, burada sıx nəyəmiş feil? Lıqla söz verək, məsələn, pislik. Pislik, Lıqlı ki, nəyə qoşulur adlar? Deməli, burada sıxda sifətmiş. Bu sözlər bir-birinə münasibətdə eyni köklü sözlər sayılmaz. Ümidvaram ki, bunlar haqqında müəyyən fikir və təəssürat sizdə oyandırır. Eyni sözü müxtəlif formalar var. Bu o demək ki, bir sözü müxtəlif qramaj şəkli qoşulur. Məsələn, evimizdən. Məsələn, yəni sözü müxtəlif qrammatik şəkilçilər qoşaraq onun formasını dəyişə bilərik. Daha sonra biz söz yaradıcılığında şəkilçilərlə bağlı bəzi məsələləri toxunacaq. Şəkilçilərlə bağlı danışanda biz mən toxunaram ıd şəkilçisinə. Id şəkilçisi. Biraz lövhəmizdə yaxşı düşməsə də. Id şəkilçisi feillərə qoşulur və bu feillərin üzərinə artırıldığına görə bəzi sözlərdə bunu ıtın parçalandığı versiyamı yoxsa bütöv mü götürəcək, bunu qarışdırır. Məsələn, bura yazıram. Qorxutmaq və yazıram. Ləngitmək. Burada əgər bilmək istəyirsiniz ki, ut parçalanıb yoxsa bütöv formadadır, bunu bilməyin yolu nədir? Yəni, parçalanma, nə məndə parçalanma deyirəm? I plus t şəklindədir, yoxsa it bütöv bir şəkildir. Yəni, o məndə deyirəm. Mən buradakı özü t var, bu da ıtındır. Sadəcə sayta görə ı-sını itirək. Yəni, o məndə deyirəm. Yəni, ıtın özünün parçalanması deyil, bu i plus t şəklində. Bunu bilməyin yolu nədir? I plus mag artıra bilirsə, orada parçalanır. Məsəl üçün, gəlin baxaq. Qorxutmaq sözünə baxaq, qorx sözün kökü. Qorxumaq deyərlərik, qorxumaq. Yoxdur deyə, deməli, qorxutmaq ut bütövdür. Amma gəlin ləngitməyə baxaq. Ləng sözün kökü, ləngdən, ləngimək, ləngitmək. Görürsünüz parçalanır. Və buraya yazıram, axıtmaq feili var. Ax sözün kökü, axdan axımaq yoxdur ki, axıt bütöv. Gördünüzmü? Ürküt söz var. Ürkütmək. Ürkü sözün kökü, ürkümək yoxdur ki, ürküt bütöv. Burada məsələn, ləngitməyə əsasında nə yazarıq? Məsələn, yavaşıtmaq. Yavaşıtmaq. Yavaş sözün kökü, yavaşdan yavaşmaq. Yavaşıtmaq bütöv. Ləngidir, yavaşıdır. Bu tipli sözlərdə hamısında parçalanma. Özünü gözəl. Qorxudur sözü var. Qorxudur sözü. Bunu nəzərinizə saxlayın. Qorxudurda əgər vurğu üçüncü heyecanın üzərindədirsə, bax, iki cür yazıram. Qorxudur. Bir də ikinci. Bilirsiniz ki, əgər dur və burada indi dur söhbət yoxdur da. Əgər desək ki, vurğusu üçüncü heyecəyə düşən qorxudur sözü, bunu bilin ki, feildir. O bizi qorxudur. Qorx sözün kökü, qorxudan qorxutmaq, qrammatik zaman. Amma desək ki, vurğusu ikinci hecdə olan qorx, deyirəm ki, uşaqlara bu gün salan qorxudur, isimdir. Qorxdan qorxu, dur da bizim zaman, üzrsən, şəxs şəkilçimiz formasında formalaşacaq.
Mənə elə gəlir ki, bu hissəsi aydındır. Daha sonra siz bir şey də bilin, nəzər saxlayın. Bu ıntı şəkilçisi var, bir parçalama. Məsəl üçün, qırıntı, çöküntü, qırşığın kökü, qırılmaq yoxdur ki, qırıntı, çöküşün kökü, çökülmək yoxdur, çökülmək. Amma iki sözdə. Görüntü və döyüntü sözündən bu şəkilçi parçalanacaq görməkdən görmək, çünki ın plus maq məna verir. Görməkdən görünmək, görüntü ismi, döyməkdən döyünmək, görüntü ismi. Bu şəkilçilər bu hissəsində bizi parçalanan şəkilçilərimiz olacaq. Daha sonra yoldaşlar, biz sizə danışa bilərik dın şəkilçisi və dın şəkilçisi. Bunların təhlili iki cür formada aparılır. Məsəl üçün belə. Biri var, burada dın yazmışam da lövhə görə geçiyor. Biri var t'dı əvəzlənməsi, plus biri var d plus n şəkilçisi. Dın var. Biri var t plus n. Biri var d plus n şəkilçisi. Bunu dından söhbət edirsə, yazıram ki, düzəldir. Burada vurğu və şəxs əvəzliyi vacib olur. Bunun əvvəlinə sən qoyarıqsa, əgər bizə şərtlə verilir, ikinci şəxsin təkində. Əgər ikinci şəxsin təkinə şərtlə sən düzəldin, vurğu düşür ilin üzərində, təhlil necə olur? Düzdən düzəlmək, düzəldi, şuhudi keçmiş, m şəxs əvəz. Amma siz olsa, əmr şəklində, artıq bu, siz düzəldin. Siz düzəldin. Siz düzəldin, bax bu şəkildə. Düz, düzəl, düzəlt, ində şərh şəkilçisi. Deməli, burada düzəldin, vurğu bura düşür, burada vurğu bura. Bu olacaq bizim xəbər şəklində və keçmiş zamanda. Bu olacaq bizim əmr şəklində olan bir feilimiz. Və dımla bağlı, məsələn, yazıram ki, ütülədim. Burada da deyirəm ki, dünən ütülədim. Ütüləmək, ütülədi, ütülədi. Dünən ütülədim, keçmiş zamanda. Deyirəm ki, sabah bunu ütülədim, ütülədim. Bu oldu bizim nə? Xəbər şəklində. Çünki şurada keçmiş var. Deyirəm ki, sabah ütülədim, sabah ütülədim. Ütüdən ütüləmək, ütülətmək, ində şərh şəkilçisi. Burada olacaq bizim əmr şəklində. Hər ikisində vurğu eyni yerdə qalacaq. Burası da yəqin ki, hər birinizə aydın olacaq. Bizdə mən qısa şəkilçilərlə bağlı danışıram. Şəkilçilərin vacib yerlərindən. Daha sonra şəkilçilərdən d-nı dedik, d-nı dedik. M-dı, mar-dı, maz. Bu şəkilçilər əgər feildirsə, bu şəkilçilər feildədirsə, yəni nə mənada feilə qoşulduğu, bu şəkilçilər olan söz feildirsə, bunlar iki cür. M1, R1, M1, R1, M1, Az1. Bu şəkildə. Mən deyirəm ki, o, vur. Oxu sözü kökü, M, inkar, ür belə. Amma adlardadırsa, söz adlardadırsa, yağmur. Yağ sözü kökü, mur bütöv birləşir. Məsələn, utanmaz insan. Qızmar günəş. Qızmar günəş. Qızmar birləşir. Utanmaz adam. Utanmaz adam şəklində. Utanmaq sözün kökü mazdır. Yəni bu söz əgər bu şəkilçi varsa, söz adsa, yəni isimsə, sifətsə, o, mır, mar, maz şəkildə bütöv,
Bu söz əgər olan, bu şəkilçi olan söz feilsə, orada da şəkilçilərin parçalanması özünü göstərəcək. Daha sonra biz bəzi sözlərin təhlilinə baxaq. Bir neçə söz yazacağım, onların təhlilinə keçək.